Salam əziz şagirdlər, kanalıma xoş gəlmisiniz. Öncə qeyd edeyim ki, gələn tədris ili üçün 2-ci, 3-cü, 4-cü sinif şagirdlərinin qeydiyyatlarına start vermişəm. Dərslərimiz fərdi və qrup şəklində keçirilir. Həm onlayn, həm də canlı ola bilər. Canlı əsasən Yasamal ərazisində yaşayan şagirdlər üçün canlı olar. Maraqlananlar 055 934 59 65 nömrələri ilə əlaqə saxlaya bilərlər. Bugün isə mən sizə ikinci sinifin məntiq dərsliyindən, Namazovun dərsliyindən yeni bir dərs izah eləmək istəyirəm. Kənar hədlərə görə orta həddin tapılması mövzusunda 30 və 31-ci səhifələrin izahını verəcəm. Yəni bu dərsimiz kənar hədlərə görə orta həddin tapılması maraqlı bir mövzudur. Burada yəni nə edirik? Bax, burada görürük ki, iki dənə kənarda hədlər var. Bu həddə görə ortada başqa bir hədd bizə verilibdir. Bəs bunu necə tapıblar? Yəni 23 ilə 49-dan necə eləyiblər ki, alınıbdır 27. Bunun üçün nə edirik? Deməli, ümumiyyətlə bu dərsin mahiyyəti bundan ibarətdir ki, biz kənardakı bu ədədlərə görə orta həddi tapanda bu ədədlərin rəqəmlərinin cəmini tapa bilərik, fərqini tapa bilərik, hasilini tapa bilərik və ondan sonra bunları vurma, toplama ola bilər. Və yaxud da bəzən olur ki, bir tərəfdəki ədədin rəqəmlərinin hasilini, digər tərəfdəkində isə cəmini tapıb sonra toplayırıq və yaxud da çıxırıq. Yəni, müxtəlif üsullar var orta həddin tapılmasına görə və bu üsulların hər birini tətbiq eləmək lazımdır. Tətbiq eləyəndən sonra, tutalım ki, birincidə tətbiq elədik, tapdıq ki, 27-ni hansısa bir şəkildə almışıq. Bunu mütləq ikincinin də üzərində qeyd eləməliyik ki, baxaq görək bizim tapdığımız bu formul doğrudurmu, yanlışdırmı? Əgər ikincidə də üstünə düşürsə, demək ki, tapdığımız formul doğrudur və biz bunu cavabı tapmaq üçün istifadə eləyirik. Belə, indi keçək üsullarımıza. Baxaq, görək ki, bu hansı üsullarla tapılır bu orta hədd. 23 ilə 49-dan 27-ni necə tapa bilərik? 23-ün üstünə əvvəlcə gələk 49-u, 23, üstə gəldik 49. Cavab eləyir 72. 72-nin rəqəmlərini biz əgər tərsinə çevirsək, əks yerə qoysaq, yəni 72-ni 2-ni qoyduq önə, 7-ni qoyduq arxaya, oldu 27. Demək ki, 27-ni bu şəkildə ala bilirik. İndi tapdığımız bu formulu ikincidə də yerinə qoyaq, görək alınırmı? Yəni 19 ilə 43-ü toplamaq lazımdır. 19 ilə 43-ü toplayanda eləyir bizdə 62. 62-nin rəqəmlərini fırlatsaq, tərsinə çevirsək, eləyir 26. Demək ki, tapdığımız formul doğrudur. Və bunu cavabı tapmaq üçün istifadə eləyirik. Yəni 22 ilə 20-ni topladıq, elədi 42. 42-ni rəqəmlərini tərs çevirəndə eləyir 24A variantı. Və növbəti suala keçirik. 13 və 18-dən 39 necə alınıbdır? 13 ilə 18-in deməli, baxaq, 39 alınıbdır. Bəlkə ola bilər ki, burada toplayıbdır. Çünki 39 digər rəqəmlərə nisbətən böyük rəqəm. Yəni, buradakı ədədlərə nisbətən böyükdür. Bəlkə də ola bilər ki, toplayıbdır. Baxaq, deməli, 13 ilə 18-i toplayanda bizə verir 21. Düzdür, daha doğrusu 31. 31, amma burada 39'dur. Bəzən bax belə bir yaxın rəqəmlər alınanda fikir verirsiniz, ikisi də 30-un içərisindədir, 30 ilə 40 arasında olan ədəddir. 31-i 39'a tamamlaya bilərik. Yəni biz bunun üstünə bir 8 gəlsək, cavab eləyər 39. İndi burada əgər 8 gəldiysə, ikincidə də mütləq 8 gəlməli. Çünki eyni formulu tətbiq eləməliyik. İndi 11 ilə 19'u toplasaq, cavab eləyər neçə? 30, deməli, 11, 19, 30 elədi cavab. 30'un üstünə 8 gələndə cavab eləyir 38. Demək ki, doğrudur. Bəs indi burada, fikir verirsiniz, burada artıq orta hədd yox, kənar həddə sualı qoyubdur. Ona görə biz bunu nisbətən belə tərsinə eləməliyik ki, bunu tapaq. Görək nə edirik? 8 gəldiyimizə görə, demək ki, bundan bir 8 çıxmalıyıq. Yəni 53-dən 8-i çıxırıq.
53 çıxaq 8. Cavab elədi 45. Sonra, bəs bunları biz toplamışdıq axı, düzdürmü? Demək ki, çıxmalıyıq indi. Yəni 45-dən də çıxsam 17. Cavab nə eləyəcək? Deməli 28. 28 B variantı. Gəldik 11-ci suala. Bax, burada indi belə bir rəqəm görəndə, tutalım ki, burada 2 rəqəmli bir ədəddir. Burada amma tək rəqəmli bir ədəddir. Belə olduğu halda çox vaxt, həmişə deməyim, yəni çox vaxt ya bu ədədin özünü 2-yə mi, 3-ə mi vururuq? Və yaxud da bunları toplayıb 2-yə və yaxud da 3-ə vururuq. Və yaxud da çıxandan sonra alınan ədədi 2-yə və yaxud da 3-ə vuraraq və ya da daha yüksək böyük rəqəmlərə vura bilərik. İndi gəl tətbiq eləyə görə nə edirik? Məsələn, 9-u mən 2-yə vursam, eləyəcək 18. 13 ilə də 18-i toplayanda elə verir də bizə 31, eləmi? Demək ki, düz tapdıq. İndi yenə 7-ni vursam 2-yə eləyəcək 14. 15 ilə də 14 toplayanda 29. 8-i 2-yə vuranda 16. 16 ilə 16-nı topladım, 32 elədi A variantı. Və 12-ci suala baxırıq. 83 ilə 72-dən necə alınıbdır ki, olubdur 25. 83-ün rəqəmlərinin cəmini tapaq. Bu eləyər 11. 72-nin rəqəmlərinin cəmi elədi 9. 11 ilə 9-dan 20 alınır, olmur. Demək ki, başqa bir şey tətbiq eləyək. Məsələn, 8 ilə 3-ün fərqini tapaq. Eləyəcək 5. 7 ilə 2-nin fərqi yenə 5. Aha, burada da 25 olduğuna görə 5 ilə 5-dən biz 25-i necə ala bilərik? Demək ki, vurmalıyıq. 5-i 5-ə vurduq, 25. Yenə də eyni şeyi tətbiq eləyirik. 9-dan 1 çıxdıq, 8. 4-dən 1 çıxdıq, 3. 8-i 3-ə vuranda 24. 7-dən 3 çıxdıq, 4. 9-dan 2 çıxdıq, 7. 4-ü 7-yə vuranda cavab eləyir 28. Və keçirik növbəti suala. 13-cü sual. 15 ilə 23-dən necə olub ki, 30 alınıbdır? Yenə də oxşar formul tətbiq eləyək. 5 ilə 1-in cəmi bizə verir 6-nı. 2 ilə 3-ün cəmi 5 verir. 6-nı 5-ə vursaq 30 eləyər də. Toplasaq olmur, çıxsaq olmur. Demək ki, vurmalıyıq. 27-nin rəqəmlərinin cəmi 9, 12-nin rəqəmlərinin cəmi 3, 9-u 3-ə vuranda 27 eləyir. 62-nin rəqəmlərinin cəmi 8, 31-in rəqəmlərinin cəmi 4, 8-i 4-ə vuranda cavab eləyir 32. Və növbəti sual 72 ilə 18-dən necə olub ki, 22 alınıbdır? Burada da rəqəmlərinin hasilini tapaq. 7 ilə 2-nin hasili 14, 1 ilə 8-in hasili 8. 1-i 8-ə vuranda 8 edir və bunları toplasaq 22 verir. 3 ilə 5-in hasili 15, 2 ilə 3-ün hasili 6, 15 ilə 6 21 verir. 3 ilə 6 18 verir, 1 ilə 5 5 verir və bunların da hasili bizə 23-ü verir. Növbəti suala baxırıq. 15-ci sual 28 ilə 25-dən 9 necə alına bilər? 28-in rəqəmlərinin yenə hasilini tapaq. 16 eləyər. Burada da hasilini tapsam 10 eləyər. 16 ilə 10 da 26 verir və yaxud da çıxsam 16-dan 6 verir. Demək ki, olmadı. Bəlkə burada toplayaq bunu. 16 ilə 2 ilə 5-in cəmi 7 eləyir. 16-dan da 7 çıxsam 9-u verir bizə. Tamam. Demək ki, soldakıların hasilini tapmalıyıq. Sağdakıların cəmini tapmalıyıq. Yəni 3-ü 5-ə vurdum 15. 1 ilə 4-ü topladım 5. 15-dən də 5 çıxanda 10 verir. 8 ilə 3-ü vurdum 24. 2 ilə 8-i topladım 10 elədi. Və 24-dən də 10-u çıxsam 14 eləyəcək. Keçdik növbəti səhifəyə. 31-ci səhifəyə görə burada hansı üsullarla biz kənar hədlərdən orta həddi tapa bilərik? İndi 24 ilə 25-dən, 27 ilə 25-dən 40 alınıbdır.
Burada nə ola bilər ki, 27 ilə 25-dən bizdə 40 necə alınıbdı? Toplayaq bunları. Çünki bax burada kənar rəqəmlərə görə baxırıq ki, ortadakı rəqəm nisbətən böyük rəqəmdir. Ona görə bəlkə toplayıblar. Görə eləyir 52. Düzdürmü? 27 ilə 25-i toplasam 52 verir bizə. 52-dən 40-ı necə ala bilərik? Yəni mən əgər 52-dən 12 çıxsam, bizə 40-ı verər. Görə digərlərində də alınırmı? Yəni 32-dən çıxsam mən 24-ü. 32-dən 24 çıxsam, bayaq toplamışdıq axı, yenə toplamaq lazımdır da. 32 ilə 24-ü toplamalıyam. Bizə verir 56. 56-dan 12-ni çıxmalıyam. Əvvəlcə toplayırıq, sonra çıxırıq. Və eləyir neçə? 44, bəli 44, doğrudur. Yenə də bunları toplayıram. 19 ilə 38-i topladım, elədi 57. 57-dən də 12-ni çıxsam, nə verəcək bizə? 45. O da eləyir A variantı. Və gəldik növbəti sual. 25 ilə 39-dan alınıbdı 19. Burada nə edə bilərik? Toplasaq, çıxsaq. 25-in rəqəmlərinin cəmi 7 verir. 39-un rəqəmlərinin cəmi də 12-ni verir bizə. 7 ilə 12, 19 eləyir. Sonra burada rəqəmlərin cəmi 4-dür. Burada da 10-dur. 10 ilə 4 elədi 14. 43-ün rəqəmlərinin cəmi 7, 38-in rəqəmlərinin cəmi 11. Bu da cavabımız eləyir 18 toplayanda. Növbəti suala baxırıq. 78 ilə 23-dən alınıbdı 61. Bəs bunu necə alıblar? Burada da rəqəmimiz digərlərinə nisbətən aşağı rəqəm, yəni çıxsa olarmı bu? 78-dən 23-ü çıxanda nə edir? 55 eləyir. Amma burada 61-dir. 61-in 55-in üstünə 6 gəlsəm, 61 verir bizə. Düzdürmü? Düzdür. Gəlin indi baxaq. Əvvəlcə çıxdıq. 69-dan 18 çıxanda 51 eləyir. 51-in də üstünə 6 gələndə 57 verir bizə. Bəli. 64 ilə 12-nin fərqi bizə verir 52. 52-nin üstünə 6 gələndə eləyər 58 C variantı. Və gəldik növbəti suala. 11 ilə 2-dən 18 almışıq. Bayaq dedim ki, belə bir tək ədədlər görəndə, yəni 2 rəqəmli, tək rəqəmli ədədlər görəndə toplayıb vura bilərik, çıxıb vura bilərik ki, bax, hal-hazırda görürəm ki, demək ki, çıxılıbdır bu. Yəni 11-dən 2 çıxıbdır. 9 eləyibdir. 9-u da 2-yə vuranda 18 eləyər də. Bəzən bu ikinci sinif şagirdləri, ümumiyyətlə məntiq eləyən ikinci sinif şagirdlər mütləq vurma cədvəlini çox yaxşı bilməlidirlər. Çünki biz burada 9 görəndə həmən bilirik ki, 9-dan mən 18-i necə ala bilərəm? Ya onun üstünə eyni rəqəmi gəlməliyəm, 9 ilə 9-u toplamalıyam ki, 18 olsun. Və yaxud da 2-yə vurmalıyam ki, 18 olsun. Yəni biz rəqəmlərin əlaqəsini anında görə bilməyimiz üçün vurma cədvəlini çox yaxşı bilməliyik. Ona görə də ikinci sinif şagirdləri elə ikinci sinif başlayandan elə öyrənməyə başlasalar çox yaxşı olar. Birinci sinifdə biraz çətin olur vurma cədvəlini öyrənmək uşaqlar üçün, amma ikinci sinifdən artıq o da uşaqdan uşağa dəyişir. Elə uşaq var ki, tez götürə bilir, elə uşaq var nisbətən gec götürür. Amma məntiq işləyən uşaq mütləq vurma cədvəlini çox yaxşı bilməlidir. Və burada da nə elədik? 13-dən çıxırıq 5-i, nə eləyir bizdə? 8 eləyirmi? Eləyir. 8-i də 2-yə vuranda eləyəcək 16. 17-dən 7 çıxsaq 10, onu da 2-yə vursaq eləyir 20 B variantı. Növbəti suala baxırıq. 13 ilə 51-dən necə olub ki 33 alınıbdır? Baxaq, burada da bəlkə eyni formulu tətbiq eləyə bilərik. Yəni, mən əgər tərsinə çıxıram da, yəni burada böyük ədəddir, burada balaca ədəddir nisbətən. 51-dən çıxsam 13-ü nə verir? 11, 3, 8, 38 eləyir. Amma burada 33 alınıbdır. Demək ki, mən bunu 33-ə tamamlamalıyam. Bunu tamamlamaq üçün 5 çıxmalıyam. Alınacaq 33.
Doğrudurmu? Doğrudur. İndi görək nə edirik. Yenə çıxaq əvvəlcə 66-dan 24-ü çıxaq. 66 çıxaq 24. Nə verir bizə? 42. Doğrudurmu? Bəli. 42-dən də 5 çıxanda eləyər 37. Növbəti, deməli, onda cavabı tapaq. Deməli, 59-dan çıxaq 18. Cavab eləyəcək 41. 41-dən də 5-ini çıxsam, cavab nə eləyəcək? 11-dən 5 çıxanda 6 elədiyinə görə 36. Bu da eləyir A variantı. Və növbəti suala baxırıq. Bunları buradan silək. Mane olmasın. Demək, 85 ilə 13-dən necə olub ki, 9 alınıbdır? 9 balaca bir rəqəmdir. Bəlkə bunların rəqəmlərinin cəmini tapaq. Bu nə eləyər? 13 eləyər. Bu da 4 eləyər. 13-dən 4 çıxanda 9 verirmi bizə? Bəli. 69-un rəqəmlərinin cəmi eləyir 15. Bu da 3. 15-dən də 3 çıxanda 12. 78-in rəqəmlərinin cəmi 15. 14-ün rəqəmlərinin cəmi 5. 15-dən də 5 çıxanda cavab 10 eləyir. Və 7-ciyə baxırıq. Deməli, 15 ilə 59-dan alınıbdı 11. Baxaq, yenə burada rəqəmlərin cəmini götürək. 6 və 14-dən alınırmı 11? Biraz çətin məsələdir, amma toplayaq. Nə eləyər? 20 eləyər. 20-ni də 11-ə tamamlamaq üçün 9 çıxmaq lazımdır bir də burada. Və cavab elədi 11. Görək eynisini eləyə bilərikmi? 5 burada alınır, 13 də burada alınır. Topladıq elədi 18. 18-dən 9 çıxanda bəli, 9 alınır. Demək ki, düz tapmışıq. 29-un rəqəmlərinin cəmi 11 eləyir, 64-ünkü 10 eləyir. Və bunların cəmi bizə verir 21-i, 21-dən 9 çıxanda neçə eləyir? Deməli, o da eləyir 12-də, 11-dən 9 çıxanda 2 eləyir axı. 12. Elədi B variantı. Və 8-ci sonuncu sualımızı da qeyd eləyək, baxaq. 17 ilə 45-dən 26 alıblar. 17-nin rəqəmlərinin cəmi 8 verir. Bu da 9 verir. 8 ilə 9-u mən toplasam, eləyər 17. Bəs 17-dən 26-nı mən necə ala bilərəm? 26-dan 17 çıxanda cavab eləyir 9. Demək ki, 9 gəlməliyəm üstünə ki, bu eləsin 26. Bunu silək. Deməli, görək burada necədir? 10 burada alınır, 6 burada alınır. 16 toplasam 16 eləyir. 16-nın üstünə də 9 gələndə, bəli, 25 eləyir. Və 26-nın rəqəmlərinin cəmi 8 elədi. 46-nın rəqəmlərinin cəmi 10 elədi. Toplasam bunları 18 eləyər. 18-in də üstünə 9 gələndə cavab eləyir 27. Bu da eləyir A variantı. Belə, əziz şagirdlər, müəllimlər, dərsimiz bu qədər. Sonda yenə telefon nömrəsini qeyd eləmək istəyirəm. Maraqlananlar əlaqə saxlayarlar 055 934 59 65. Gecəniz xeyrə qalsın. Sağ olun.